Oktyabrın 4-nə gözlənilən hava məlumatı açıqlanıb. Doğru xəbər Azərbaycan Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, sabah Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi səhər, cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 13-16, gündüz 19-24 dərəcə isti, atmosfer təzyiqi isə 767 mm civə sütunu olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur. Temperatur 19-25 dərəcə isti olacaq. Azərbaycan əksər rayonlarında da oktyabrın 4-də yağıntı gözlənilmir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.